Qəpiklər məişət tullantılarının çeşidlənməsi zavodunda aşkar olunub. Bu qəpiklər tullantı adı ilə zavoda daxil olsalar da qiymətli hədiyyə kimi xeyriyyə məqsədində istifadə olunacaq. Burada milli pulumuzla yanaşı bir çox ölkələrin pul vahidlərini də görmək mümkündür. Bu qəpikləri biz Mərkəzi Banka təhvil verib, kağız pulla dəyişəcəyik və daha sonra o pullarla biz hədiyyələr alacaq uşaqlar evinə. Yəni belə deyək də, pullar həm dövriyyəyə qayıdacaq, həm də ki, xeyriyyə məqsədindən xərclənəcək. Məişət tullantılarının içərisindən pullarla yanaşı qiymətli əşyalar da tapılıb. Bu əşyalar zavodun daxilində yaradılan mini muzeyə təhvil verilib. Tullantılar arasında qədri bilinməyən xeyli sayda qiymətli əşyalar aşkarlanıb. Bunlar yüzlərlə yaşı olan qədim suvenirlərdir. Hətta qızılı zibil kimi atanlar da olub. İçində belə deyək də, gördüyməyə alışdığımız məktub qabıdır ki, məktubu vacib sənədləri bükərək bunun içinə qoyur və o kağızlar əzilmirlər. Belə qeyri-adi kağızlardan biridir. Və yaxud da ki, bu buynuzlardır, müxtəlif əşyalardır, burada bıçaqdır, xəncər və yaxud da ki, deyə bilərik. Aşağıda müxtəlif materiallardan qaşıqlardır. Bu tip qeyri-adi və fərqli əşyalar var ki, yəni belə deyək, muzey üçün də yararlı ola biləcək əşyalardır ki, biz bunlardan istifadə edirik. Tullantıların içərisində ev, avtomobil sənədləri, diplomlar, silah-sursat da aşkarlanaraq aidiyyatı qurumlara təhvil verilib. İlqar Qulusoy, Elşad Məmmədov, Lider TV.